Salam, axşamınız xeyir olsun. Gün Astıvaya baxırsınız. Studiyada Aynur Zahid. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. İran və İsrail var olmaz savaşı aparır. Xamneyinin hərbi müşavirindən açıqlama. Xamneyinin tabutu önündə ABŞ və İsrailə qarşı intiqam şüarları səsləndirildi. İran ABŞ-nin bütün tələblərini qəbul edib Trumpdan açıqlama. ABŞ və İran arasında yekun razılaşmanın əldə olunması çətin olacaq Medvedevdən açıqlama. Netanyahu Trumpla ABŞ-də görüş barədə razılığa gəlib. İndi isə daha ətraflı. İran İslam Respublikası ilə İsrail arasında var olmaz savaşı gedir. Bunu İranın keçmiş ali lideri Əli Xamneyinin baş hərbi müşaviri Yəhya Rəhim Səfəvi Xamneyinin tabutu yanında keçirilən dəfn mərasimində çıxışı zamanı deyib. Əminəm ki, İsrail məhv ediləcək deyə Rəhim Səfəvi bildirib. Əli Xamneyinin dəfn mərasimləri çərçivəsində Tehrandakı İmam Xomeyni Müsəllah kompleksinə toplaşan izdihamda intiqam şüarları səsləndirilib. İran və İsrail mediasının məlumatına görə mərasimdə Amerikaya ölüm və İsrailə ölüm şüarları da əsas səsləndirilən şüarlar olub. Mərasimdən yayılan foto və video görüntülərdə iştirakçıların çoxunun qan intiqamına çağırış edən plakat və banerlər daşıdığı görünür. Bəzi plakatlarda isə ABŞ prezidenti Donald Trumpın öldürülməsinə çağırış xarakterli ifadələr yer alıb. Dəfn mərasimləri şənbə günü Tehranda başlayıb. Bir neçə gün davam edəcək mərasimlərin İranın müxtəlif şəhərlərində və İraqın bir neçə şəhərində keçirilməsi, Əli Xamneyinin isə cümə axşamı Məşəd şəhərində dəfn olunması planlaşdırılır. ABŞ prezidenti Donald Trump bildirib ki, Vaşinqton İranın ali dini lideri Əli Xamneyinin dəfn mərasimlərinin keçirilməsi üçün Tehrana bir həftə möhlət verib. O həmçinin deyib ki, son müharibədən sonra İran ABŞ ilə razılığa gəlməyə can atır. Trump ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibəti ilə Cənubi Dakota ştatındakı Mount Rushmore abidəsində keçirilən tədbirdə çıxışı zamanı bunları deyib. Biz İrana çox ağır zərbə vurduq. Onlar razılığa gəlmək üçün can atırlar. Onlar bunu o qədər çox istəyirlər ki, biz onlara dəfn mərasiminə görə bir həftə möhlət verdik. Çünki biz yaxşıyıq. Trumpın bu açıqlaması İranın vəfat etmiş ali dini lideri Əli Xamneyinin dəfn mərasimlərinin Tehranda başlaması fonunda səslənib. Mərasimlərin İran və İraqda davam edəcəyi, Xamneynin isə bu həftənin sonlarında dəfn olunacağı gözlənilir. ABŞ prezidenti Donald Trump CNBC telekanalına müsahibəsində İranla aparılan danışıqların gedişindən məmnun olduğunu bildirib və deyib. Fikrimcə onlar demək olar ki, bütün tələblərimizlə razılaşıblar. ABŞ prezidenti İrana qarşı həyata keçirilən siyasətini müdafiə edərək bildirib ki, son qarşıdurmanın əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olub. O vurğulayıb, onlara nüvə silahına sahib olmağa icazə vermək olmaz. Trump həmçinin bildirib ki, tərəflər arasında əldə olunan anlaşmaya əsasən İranın neft satışından əldə etdiyi gəlirlər ABŞ-dən ərzaq məhsullarının alınmasına sərf olunacaq. O əlavə edib, onların qidaya ehtiyacı var, qarğıdalıya, buğdaya və soyaya. Trumpın açıqlamaları Tehran və Vaşinqton arasında imzalanmış anlaşma memorandumunun İranda müxtəlif reaksiyalar doğurduğu və sənədin məzmunu ilə bağlı İran rəsmiləri arasında fikir ayrılıqlarının artdığı bir vaxtda təsadüf edir. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev şənbə günü bildirib ki, ABŞ və İran arasında yekun razılaşmanın əldə olunması son dərəcə çətin olacaq. Bu barədə Rusiyanın dövlət xəbər agentliyi TASS məlumat yayıb. Medvedev qeyd edib ki, bu məsələni İran prezidenti Məsud Pezeşkiyanla müzakirə edib və Rusiya İranın nüvə materialları ilə bağlı problemin sülh yolu ilə həlli üçün öz təkliflərini irəli sürüb. O bildirib ki, Hörmüz boğazı İran üçün təsirli təzyiq aləti olduğunu sübut edib və əlavə edib ki, Bab-əl-Məndəb boğazı da oxşar məqsədlə istifadə oluna bilər. Medvedev həmçinin deyib ki, onun fikrincə qanunsuz sanksiyalara məruz qalan ölkələr, o cümlədən Rusiya və İran birgə müqavilə və ya platforma yaradaraq qarşılıqlı sanksiyalar tətbiq edə bilərlər. İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trumpla yaxın vaxtlarda Birləşmiş Ştatlarda görüş keçirmək barədə razılığa gəlib. Bu barədə İsrailin baş nazirinin ofisi məlumat yayıb.
Bildirilib ki, Netanyahu Trampla telefon danışığı aparıb və tərəflər yaxın zamanda ABŞ-də görüş keçirmək barədə razılıq əldə ediblər. Baş nazirinin ofisi qeyd edib ki, Netanyahu telefon danışığı zamanı ABŞ ilə İsrail arasında sıx əlaqələri yüksək qiymətləndirdiyini bildirib. Fransa, Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunmasına dəstək məqsədi ilə yaxın şərqə 2 mina axtaran gəmi, 2 freqat və 1 dəniz patrul təyyarəsi göndərib. Bu barədə Fransa prezidenti Emmanuel Macron sosial şəbəkədə paylaşım edib. Onun sözlərinə görə qüvvələr tərəfdaş ölkələrlə birlikdə boğazda təhlükəsiz naviqasiyanın təmin olunmasına və gəmiçiliyin tam bərpasına dəstək verməyə hazırdır. Macron bildirib ki, ABŞ və İran arasında iyunun 17-sində imzalanmış anlaşma memorandumu regional sabitliyin möhkəmlənməsi baxımından mühüm addımdır. O əlavə edib ki, bölgədə dəyişən vəziyyət nəzərə alınaraq Fransanın Charles de Gaulle təyyarə daşıyan gəmisi Toulondakı bazasına qayıdır. Digər hərbi vasitələr isə yaxın şərqdə yerləşdirilərək zərurət olduqda əməliyyatlara cəlb ediləcək. Fransa prezidenti vurğulayıb ki, ölkəsi regiondakı təhlükəsizlik vəziyyətinə uyğun olaraq hərbi mövcudluğunu tənzimləməyə davam edəcək. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.